Peterin ikinci məktubu 1-ci fəsil. İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən, Allahımız və xilaskarımız İsa Məsihin salihliyi sayəsində bizlə bərabər qiymətli iman əldə etmiş olanlara salam. Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin. Bizi öz izzəti və alicənablığına çağıranın ilahi gücü, onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. Beləliklə, o bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb, ilahi təbiətə şərik olasınız. Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda, fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. Beləliklə, ey qardaşlar, çağrıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. Beləcə, Rəbbimiz və xilaskarımız İsa Məsihin əbədi padişahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək. Ona görə də bunları bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursanız da, daima bunları sizə xatırladıram. Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm. Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm. Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunları həmişə yada salasınız. Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən, uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə onun ululuğunun şahidləri olduq. Çünki böyük ehtişamı olandan ona belə bir səs gəldi. Bu, mənim sevimli oğlumdur. Ondan razıyam. O vaxt ata Allahdan izzət və şərəf qəbul etdi. Müqəddəs dağda onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik. Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənziyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, müqəddəs yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmayıb, amma müqəddəs ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi. Peterin ikinci məktubu 2-ci fəsil. Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan sahibini inkar edib, gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək. Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək. Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır. Çünki Allah günahkar mələkləri cəzasız qoymadı. Onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı. O, Allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı.
Amma 8 nəfəri, o cümlədən salihliyi bəyan edən Nuhu qoruyub saxladı. O, Sodom və Homorra şəhərlərini yandırıb yaxaraq viran olmağa məhkum etdi və beləliklə gələcəkdə olan Allahsız adamlara nümunə göstərdi. Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən Salih Lutu isə qurtardı. Çünki onların arasında yaşayan bu salih insan günbəgün onların qanunsuz əməllərini görüb, eşidib, öz salih ruhunda istirab çəkirdi. Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. O, xüsusilə cismani murdar ehtirasına uyaraq, ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdılar. Ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar. Halbuki, onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz. Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atır. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcək. Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizlə yeyib içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hilələrindən zövq alırlar. Onların gözləri zina ilə doludur, günahdan doymurlar, qərarsız insanları yoldan çıxarırlar, ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır. Haqsızlıqla əldə etdiyi qazancı sevən Beyor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. Bilam işlədiyi günaha görə ifşa olundu. Dilsiz ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi. Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı bulutlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır. Çünki boş və lovğa sözlər söyləyərək, səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar. Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar. Rəbbimiz və xilaskarımız İsa Məsihi tanımaqla, dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub, məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar. Çünki salihlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmirdən geri dönməkdənsə, bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. Bu doğru məsələlərdə deyilənlər onların öz başına gəldi. İt öz qusuntusuna qaydar və çimdirilmiş donuz palçıqda ağlamağa qaydar. Peterin 2-ci məktubu 3-cü fəsil. Sevimlilər, indi bu mənim sizə yazdığım 2-ci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq edirəm. Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və xilaskarımız Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalısınız. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axır zamanda öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə deyəcəklər: Rəbbin vəd etdiyi zühuru hardadır? Axı, ata-babalarımız vəfat edəndən bəri yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır. Onlar qəsdən unudublar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur. Quru da sudan ayrılaraq su vasitəsilə yarandı. Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub. Allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün 1000 il kimidir, 1000 ilsə bir gün kimidir. Bəziləri bunu gecikmə sayar,
Amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbr edir. Çünki o, heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gürultu ilə aradan qalxacaq, ünsürlər yanaraq məhv olacaq, yeryüzü və onun üstündə hər şey ifşa olunacaq. Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. Amma biz Allahın vədinə əsasən salihliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın. Paul bütün məktublarında bu mövzulara eyni cür toxunur. Məktublarında çətin başa düşülən bəzi işlər var. Cahillər və qərarsızlar, digər müqəddəs yazılar kimi bunların da mənasını təhrif edərək öz həlaklarına səbəb olurlar. Beləliklə, siz ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasız deyə özünüzü qoruyun. Amma Rəbbimiz və xilaskarımız İsa Məsihin lütfündə və onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun. Amin.